özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə günündə bütün müsəlmanların ibadətlərini, dualarını qəbul etsin. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən cümləmizə inayət etsin inşallah. Ramazan ayında artıq bizim neçə cümə günündə mövzumuz təqva barəsində idi. Çünki təqva hər bir xeyir əməl üçün, hər bir xeyir əməlin qəbul olunması üçün əsas şərtlərdəndir və təqva barəsində biz Qurani-Kərimdə neçə ayələrə müraciət etdik və son olaraq bu ayədə biz qaldıq ki, Allah Taala buyurur ki, bir-birinizə təqvalı olmaqda köməklik göstərin. Bir-birinizə günahdan çəkinməkdə, təqvalı olmaqda köməklik göstərin. Və təavənu aləl-birri və-təqvə və lə təavənu. Köməklik etməyin aləl-ismi vəl-udvən. Günah etməkdə, düşmənçilik etməkdə köməklik göstərməyin. Allah Taala ayədə buyurur, biz ki, təqva barəsində danışan zaman dedik, təqva yəni budur ki, günahdan çəkinmək. Təqvanın sadə mənası budur, günahdan çəkinmək. Təğabun surəsinin 16-cı ayəsində Allah Taala buyurur ki, Fəttəqullah, Allaha görə təqvalı olun, Allaha görə günahdan çəkinin. Məstətətum, bacardığınız qədər təqvalı olun. Bacardığınız qədər günahdan çəkinin. Bacardığınız qədər. Yəni, insan təqvanı özü zəmin yaratmalıdır, özü şərait yaratmalıdır təqva üçün. Çünki təqva ibadətin qəbulunda bir meyardır, bir ölçüdür. Allah Taala buyurur ki, nə qədər bacarırsınız, nə qədər gücünüz çatır, təqvalı olun. Başqa bir ayədə oxuyuruq ki, Allah Taala elə gücümüz çatmayan şeylə də bizi vəzifələndirmir axı. Məsələn, başqa bir ayədə Allah Taala buyurur ki, Lə yükəllifullahu nəfsən illə vus'əhə. Allah Taala insanı, bəndəni gücü çatmayan şeylə vəzifələndirmir. O şey ki, onun gücü çatmır, Allah Taala onu vəzifələndirmir. İndi bu günahdan çəkinməyin, təqvalı olmağın faydalarından biri budur ki, necə ki, günahlar arasında belə bir bölgü aparılıb, böyük günahlar və kiçik günahlar var. Allah Taala Qurani-Kərimdə buyurur ki, İn təctənibu kəbairə. Əgər böyük günahlardan çəkinsəz, İn təctənibu kəbairə mə tunhavnə ənhu, hansı ki, onlardan çəkinmək sizə buyurulub, tapşırılıb. Allah Taala buyurur ki, Nukəffiru ənkum seyyiatikum. Sizin xətalarınızın, sizin kiçik səhvlərinizin üstünü örtərik. Və nudxilkum mudxələn kərima. Sizi ən hörmətli bir yerdə qərar verərik. Yəni də bu ayədə də görürük ki, Allah Taala təqvanın nə qədər önəminə diqqət çəkir. Daha sonra belə bir ifadə var, belə bir cümlə var. Bir şeyi haqqı ilə əda etmək, layiqincə yerinə yetirmək. Namaz qılırıq, oruç tuturuq. Amma Allah Taala'dan elə Ramazan ayının gündəlik dualarında var ki, ilahi bizim orucumuzu oruc tutanların, namazımızı namaz qılanların namazından qərar verginə. Yəni, bizim bu etdiyimiz ibadət boş-boşuna olmasın, bihudə olmasın. Qoy bu ibadətdə mənfəət olsun, bizim ruhumuza, axirətimizə mənfəət olsun. Və o cümlədən hər bir əməli layiqincə yerinə yetirmək var. Hədislərdə var, bir çox hədislərdə qeyd olunur. Xüsusən mənim yadımda qalan hədislərdən biri budur ki, ziyarətlər barəsində.
Ya istəyir Məşəd ziyarəti, Kərbəla ziyarəti, Kəbə evinin ziyarəti olsun. Orada belə bir cümlə var, belə bir ifadə var. Arifən bihəqqi. Yəni onun haqqını tanıya-tanıya. Yəni haqqını tanıya-tanıya mənası budur ki, layiqincə ziyarət eləsə və o ziyarət üçün buyurulan həmin mükafatları əldə edər, həmin savabları əldə edər. Allah Taala təqva barəsində buyurur ki, təqvanı layiqincə yerinə yetirin. Təqvanı layiqincə yerinə yetirin. Ya eyyuhəllezina amenu. Ey iman gətirənlər, ittəqullah. Allaha görə təqvalı olun. Həqqə tuqati. Layiqincə haqqını əda etdiyiniz tərzdə, şəkildə təqvanı yerinə yetirin. Daha sonra təqvalı insanların xüsusiyyətləri. Hansı xüsusiyyətlərə malikdir təqvalı insanlar? Və bir də təqva barəsində danışdığımız zaman təqva insanın o qədər insan ona əməl edir, təqvalı olmağa əməl edir ki, təqva onun ruhuna, canına hopur təqvalı olmaq. O qədər təqvaya bu riayət eləyir ki, təqva onun artıq ürəyindən gəlir, qəlbindən gəlir. Aleykümsalam. Quran-ı Kərimdə də Allah Taala qəlbin təqvasından deyir. Yəni ürəklə görülən bir işdən danışır. Var Quranda ayələr Allah Taala namaz qılanlar barəsində danışır. Deyir, onlar namaza dayanırlar, tənbəl halda dayanırlar, tənbəl formada dayanırlar. Məqsədləri o etdiyi ibadətin fərqinə varmaq deyil, sadəcə bu ibadəti yerinə yetirin və salam. Allah Taala ayədə bu cür buyurur, kusələdir, tənbəl şəkildə ibadət edirlər. Bəs qəlbin təqvasından Allah Taala buyurur, Həcc surəsində buyurur ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرِ اللّٰهِ. Hər kəs Allah Taalanın şüarlarını əzəmətləndirsə, nə ki Allaha aiddir, onlar Allahın şüarlarıdır, Allahın nişanələridir, Allah Taalanın ayələridir. Hansı ki biz onlara baxanda bizim yadımıza Allah düşür. Bizim yadımıza Allah düşür. Onları deyir, əzəmətləndirin, Allah Taala buyurur. Və hər kəs ki bunu əzəmətləndirir, buyurur ki Allah Taala فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ. O qəlblərin təqvasından irəli gəlir. Adam məscid görür, məscidi hörmətlə yanaşır. Və dini ayinlər və dinə aid olan hər bir mövzu, məsələ insanın qəlbinin təqvasından irəli gələn məsələlərdəndir. Qəlbin təqvasından demişkən, Allah Taala Hucurat surəsində də buyurur qəlbin təqvası barəsində. Yəni insan o qədər təqvaya riayət edir ki, artıq qəlbindən, ürəyindən gəlir bu təqva. Aleykümsalam. Belə bir ayə var Quran-ı Kərimdə. Hucurat surəsinin 2-ci və 3-cü ayəsi. Allah Taala ilk öncə müsəlmanlara Peyğəmbər salavatıllahla düzgün rəftar etməyi öyrədir. Bilirik ki, Peyğəmbər cəmaatın içərisində çox sadə tərzdə olduğundan bəzən Peyğəmbərə düzgün müraciət eləmirdilər. Yaxud Peyğəmbərlə danışan zaman Peyğəmbərlə öz aralarında olan hörməti qoruyub saxlaya bilmirdilər. Allah Taala bu cür buyurur. Buyurur ki, ya eyyuhəllezina amenu. Ey iman gətirənlər, la tərfəu əsvətəkum fawqa savtən nəbi. Səsinizi Peyğəmbərin səsinin yanında ucalmayın. Yəni Peyğəmbərin yanında danışdığınız zaman ucadan danışmayın. Bu ayə kimin barəsində nazil olub, səbəbi nə idi, nə məsələ idi? Bunlar ayrı bir mövzudur. Yəni var idi həmin səhabələr ki, Peyğəmbərlə düzgün ifadə formalarından istifadə eləmirdilər, düzgün danışa bilmirdilər. Allah Taala buyurur ki, səsinizi Peyğəmbərin səsindən uca qaldırmayın.
Allah Taala sizlərə peyğəmbər ziyarəti nəsib eləsin. Peyğəmbər sallavatullahın məzarının üstündə bax bu həmin ayə yazılıb. Bu həmin o şəbəkə ki qurulub peyğəmbərin məzarının qarşısında bax bu həmin ayə yazılıb. Lə tərfəu əsvətəkum fawqa savtən nəbi. Peyğəmbərin yanında sözünüzü peyğəmbərin sesindən yüksək qaldırmayın. Və lə təchəru ləhu bil qawl kəcəhri bədukum li bədin. Öz aranızda bir-birinizlə danışdığınız kimi peyğəmbərlə helənçinə möhkəm ucadan danışmayın. Səbəb nədir? Allah Taala buyurur ki: "Ən təhbətə a'malukum və entum la təşkurun." Əməlləriniz batil olar, heç özünüz də bilməzsiniz. Əməlləriniz də batil olar, siz bunun barəsində bilmirsiniz. Əleyhissalam. Və daha sonra ardıcı ayədə buyurur. İnnellezîne yəğuzzûne əsvətəhum ində Rəsulillah. O kəslər ki, Peyğəmbər sallavatullahın yanında seslərini aşağı salırlar. Peyğəmbərlə danışanda ucadan danışmırlar, seslərini aşağı salırlar. Ulaikellezîne imtəhanallahu qulubəhum littəqva. Onlar o kəslərdir ki, Allah Taala onların qəlbinin təqvası ilə imtahan edir. Demək, imtahanın biri də təqva ilə olur. Bilirik ki, Allah Taala insanları bir çox şeylərlə imtahan edir. O imtahanlardan biri də təqva ilədir. Təqva ilə imtahan edir. Ləhum məğfirətun və əcrun əzim. Allah Taala buyurur ki, onlar üçün bağışlamaq var və əzəmətli əcr var, mükafat var. Bax, bu həmin təqvanın faydalarındandır ki, biz Ramazan ayında oruç tutduğumuz zaman və digər ibadətləri yerinə yetirdiyimiz zaman nəticəsi təqva olmalıdır. Təqva olmalıdır və təqvanın göstəricisi də bizim ibadətimizin qəbul olunmasının meyarıdır, göstəricisidir. Və ona görə çalışmaq lazımdır ki, yaşadığımız həyatda bacardığınız qədər, necə ki Allah Taala ayədə buyurur ki, bacardığınız qədər təqvalı olun. Allah Taala inşallah cümləmizə təqvalı olmağı nəsib etsin və Allah Taala bizi təqvalı bəndələrindən qərar versin.